Salam, hər vaxtınız xeyir olsun. Kanalımızdan dəyərli izləyicilərim, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, yəni MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün növbəti sınav suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanala abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Sınavlarımız sizlərə imtahanda dəstək məqsədi ilə təşkil olunmuşdur. Eyni zamanda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim canlı dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz Zoom proqramı üzərində tədris olunur. Əlavə məlumat əldə etmək istəyirsinizsə 051 644 31 54 nömrəsinə yazaraq dərs qruplarımız haqqında əlavə məlumat əldə edə bilərsiniz. İlk sualımız belədir ki, 2 ədədin fərqi 174-ə bərabərdir. Azalanın yüzlüyünü 2 vahid artırın, onluğunu 2 vahid azaldın. Çıxılanın yüzlüyünü 1 vahid azaldıb, təklini 4 vahid artırdılar. Bu şərtə əsasən yeni fərqin rəqəmləri cəmini tapın. Baxaq, bu tipli misallarda praktik olaraq da yaza bilərsiniz. Məsələn, bir misal üzərində tətbiq edəcəm. Yəni, qaydaya uyğun da yaza bilərsiniz, belə də yaza bilərsiniz. Məsələn, yazıram ki, 395 çıx 221 bərabərdir 174. Və azalanın yüzlüyünü 2 vahid artırın. Yüzlü 2 vahid artanda olur 5. Sonra onluğunu da 2 vahid artıranda onluğunu 2 vahid azaldın deyir. 9-dan 2'si 7 qalacaq. Təklikdən söhbət getmir azalanda. Qaldı bura 5. Çıxılsın. Sonra deyir, çıxılanın yüzlüyünü 1 vahid azaldın, 2'ni 1 vahid azaltsan 1 qalacaq. Təklini 4 vahid artırdılar. Onluq dəyişmir. Təklik 4 vahid artanda olur 5, 125. Yeni fərq 575-dən 125 çıxanda qalır 450. 450. Və yeni fərqin rəqəmləri cəmini tapın. Yeni fərqimiz 450-dir. 450'nin də rəqəmləri cəmi 4 üzərinə 5 üzərinə 0, 9'a bərabərdir. Doğru cavab A variantında qeyd olunub. Növbəti sualımız 2 nömrəli sualdır. Deyir ki, A çıx 6 bərabərdir B plus 4 bərabərdir C çıx 10 bərabərdir D plus 20 ifadəsində hərfləri müqayisə edin. Yəni, məsələn, bunu da praktik yazacağım. Qayda olaraq da izah edəcəm. A çıx 6, B plus 4, C minus 10, D plus 20. Ümumiyyətlə, bu tipli misallarda əmsal böyükdürsə çıxma əməlində. Deməli, çıxma əməlində böyük olan böyük olur, kiçik olan kiçik. Amma toplamada böyük olan kiçik olur, kiçik olan böyük olur. Yəni, praktik olaraq bunun hamısını biz 20'yə bərabər eləsək, 20'yə bərabər eləsək, bu olacaq 26. B olacaq 16, C olacaq 30, D olacaq 0. Daha buradan hər şey məlumdur. Müqayisə eləmək daha rahatdır. Ən böyük burada C'dir. C böyükdür A'dan, A böyükdür B'dən, B də böyükdür D'dən. Bu variant baxaq. Doğru cavab D variantında qeyd olunub. Digər variantlara baxsaq ki, fərqli formada verilibdir. Növbəti bir sual. Deyir ki, 3 nömrəli sualda bir məktəbli avtobusunda şagirdlərin 40% qız, qalanları oğlanlardır. İlk dayanacaqda qızların 20%, oğlanların isə 10% avtobusdan düşdü. Bundan sonra avtobusda 43 şagird qaldı. Avtobusda ilkin ümumi şagird sayını tapın. Gəlin baxaq. Bizim avtobusda sərnişin sayı 100%'dir. Bunun 40% qız, 60% oğlan olar. Qalan oğlan. İlk dayanacaq qızların 20%. Yəni 40'ın 20%'ini tapırıq. 8. 40'dan çıxırıq 8'i 32. 32% qız qaldı. Sonra oğlanlardan da isə oğlanlardan
60%'dir. 60%'in 10%'i düşüb. Onun tapırıq, yəni 6. 60'dan da 6'nı çıxanda 54 qalır. 54% də qız. İlkin faizlə düşən şagirdlərin faizi arasında fərqə baxaq. 32, bu da 54, 86%. İndi qalıb 86%. Əgər 86%-ə 43 şagird qalıbsa, bizə ilkin faiz lazımdır. 100% də x. X də bərabərdir. 100'ü vuracaq 43'ə, böləcək 86'ya, 50 şagird. Doğru cavab olacaq 50 şagird. Növbəti bir sual. Demək, bu həm ədədi orta ilə bağlı olan sualdır. Deyir, kiloqramı 10 manat olan 8 kiloqram A düyüsü ilə kiloqramı 14 manat olan müəyyən miqdarda B düyüsünü qarışdırdılar. Alınan qarışığın orta qiyməti 12 manat oldu. B düyüsü neçə kiloqramdır? Baxaq. A düyüsü tam olaraq bizə məlumdur. A düyüsündən 8 kiloqramdır. Qiyməti 10 manatdır. B düyüsündən kiloqramı deməli 14 manatdır. Kiloqramı 14 manat olan B-dir. 14 manatdır. Amma neçə kiloqram olduğu bizə məlum deyil. X kiloqramdır. İndi biz bunu tam olaraq ədədi ortaya gətirməliyik. A-nın ümumi qiyməti nə qədərdir? Onu vuracaq 8'ə, 80 manat üzərinə. B-də nədir? 14 manatdan x kiloqram. Ümumi çəki nədir? A'da 8 kiloqramıdır. B'də bilmirik x kiloqram. Və qarışığın qiyməti neçə manat olub? 12 manat. O zaman çarpaz vursaq buradan 12'ni vuracaq bu hissəyə. Olacaq 96 üzərinə 12x bərabərdir 80 plus 14x. Buradan da x'lər gedəcək. 14'dən 12 çıxanda 2x bərabərdir 96'dan 80 16. X də bərabərdir 8. Yəni B düyüsündən də 8 kiloqram olub. Doğru cavabımız C variantında. Növbəti bir sual. 5 nömrəli sualdır. A və B məntəqələri arasında məsafə 560 kilometrdir. A'dan çıxan avtomobil 50 km/saat sürətlə gedir. B'dən çıxan ikinci avtomobil birincidən 2 saat sonra yola düşür. İkinci avtomobil yola çıxdıqdan 4 saat sonra maşınlar görüşür. İkinci avtomobilin sürəti neçə km/saatdır? Buradan A'dan B'yə məsafə 560'dır. V1 və V2. V1'in sürəti 50'dir. V2'nin sürəti X-dir. T1 və T2. 2 saat sonra yola düşür. 4 saat da yolda olur. Demə V1 6 saat yolda olur. T2 4 saat yolda olur. 50'ni vurarıq 6'ya 300. Bu 300 kilometr gedib. 560'dan 300'ün çıxaraq 260 qalacaq. Və 260'ı ikinci avtomobil 4 saata gedəcək. 4'ə bölsək olacaq 65. Doğru cavab B variantında qeyd olunub. Növbəti bir sual. 6 nömrəli sualdır. Müəllim tələbəsindən 18 yaş böyükdür. 6 il əvvəl müəllimin yaşı tələbənin yaşının 3 misli idi. 2 ildən sonra onların yaşları cəmi neçə olacaq? Deməli, müəllim, bir də tələbə. Tələbə x-sə, müəllim bundan 18 yaş böyükdür. 6 il əvvəl deyirsə, x plus 18'dən 6'nı çıxıram. Tələbədən də 6'nı çıxıram. Və burada fərq nəyə bərabərdir? 3 mislə bərabərdir. O zaman tələbənin yaşını
x minus 6-nı vurarıq 3-ə. Müəllimin yaşına bərabər olur. Yəni x plus 18 minus 6-ya bərabər olur. Buradan x-lərimiz bir tərəfə keçsə 3x minus 18 bərabərdir 12-yə, x plus 12-yə. 2x bərabərdir 30-a, 2x bərabərdir 30-a, x də bərabərdir 15-ə. 15 kimin yaşıdır? Tələbənin yaşıdır. 15. Müəllimin yaşı isə olacaq 33. İndi bizə deyir 2 il sonra. Daha artıq bunları bilirik. Tələbənin də yaşı məlumdur. 15, müəllimdə 33. İkisi bir yerdə 48-dir. Və 2 il sonra 2 müəllimə də gələcək, tələbənin üzərinə də. Cəm neçə olacaq? 52 yaş. Doğru cavab B variantında qeyd olunub. Növbəti bir sual. Sahədən ilk gün 25 ton kartof yığıldı. İkinci gün ilk gündən 40% çox kartof yığıldı. Üçüncü gün isə ikinci gündən 7 ton az yığıldı. 3 gündə yığılan məhsulun 4/3 hissəsini tapın. Baxaq, deməli birinci gün 25 tondur. İkinci gün 25 tonun 40% yığılıb. 25 tonun 40%-dən çox. Vurarıq 40-a, bölərik 100-ə. Bərabərdir 10 ton eləyir. Yəni ikinci gün 10 ton çox yığılıbsa, 25-in üstünə 10 gələcək. 35 ton. Bu ikinci gün, bu birinci gün. Üçüncü gün isə 7 ton az. Yəni 35-dən çıxacaq 7-ni, qalacaq 28 ton. Gedişat nədir burada? Gedişat hamısını toplayacağıq. Məlumdur 25, 35, 28. Bizə verir 88. Bunun da 4/3-ü bizə lazımdır. 88-in 4/3-ü. 4-ə bölsə 22, 22-ni də 3-ə vursaq 66. Doğru cavab E variantı. 8 nömrəli sual. 8 nömrəli sualda nə deyir? Düzucalı formasında olan bir ərazinin eni 125 metrdir. Bu sahənin hər hektarından 48 ton kartof yığılır. Ərazidə ümumilikdə 144 ton kartof yığılıbsa, ərazinin perimetrini tapın. Deməli, belə bir ərazi verək. Bura 125 olsun. Bura x-dır, məlum deyil. Əgər ki, ümumilikdə 48 ton məhsul yığılırsa, 1 hektardan 48 ton yığılır. Amma ümumilikdə 144 yığılır. 144-ü 48-ə bölsəm, ərazinin sahəsini tapacağım. Olacaq 3 hektar. Bizim sahəmiz 3 hektardırsa, 1 hektarımız 10.000 metr kvadratdır. 3 hektarımız 30.000 metr kvadratdır. Bunu da enə bölsək, 125-ə bölsək, bizə ərazinin uzunluğunu verəcək. 240 metr. Deməli, düzbucaqlının eni və uzunluğu məlumdur. Artıq buradan yazaq. 240 uzundur, 125 endir. Bizdən də nə istəyir? Perimetri. O zaman 240-la 125-i toplayacaq, vuracaq 2-yə. Bu da bizə verəcək 730. Perimetri istədiyinə görə cavab olacaq C variantı. Növbəti sual 9 nömrəli sualdır. Deyir Samir birinci gün kitabın yarısını, ikinci gün qalan səhifələrin 3/1 hissəsini, üçüncü gün qalan səhifələrin 4/1 hissəsini oxuduqdan sonra kitabda 60 səhifə qaldı. Samirin üçüncü gün oxuduğu səhifə sayı,
onun ümumilikdə oxuduğu səhifə sayından neçə səhifə azdır? Gəlin baxaq. Birinci gün 2/1 yarısını oxuyubsa, yarısı qalıb, 2/1 qalıb. 3/1 hissəsini oxuyubsa, 3/2 qalıb. Sonra 3-cü gün qalan səhifənin 4/1 oxuyubsa, 4/3 qalıb. Və tam olaraq kitabda nə qədər səhifə qalıb? 60 səhifə. Bunlar ixtisar gedəcək, qalacaq 4/1 hissəsi 60 olan ədəd. Yəni 60-ı da 4-ə vursaq 240 səhifə. Artıq tapdıq 240 səhifə. Kitab 240 səhifədir. Bizə deyir 3-cü gün. 3-cü gün qalan səhifələrin 4/1 hissəsini oxudu. Gedişata bir də təzədən qayıdacağıq. 240-ın yarısı birinci gündürsə, yəni 120-si birinci gündür, 120-si qalıb. Sonra qalan səhifələrin 3/1 hissəsini ikinci gün oxuyubsa, 120-nin 3/1-i 40 səhifə eləyir. Qaldı 80 səhifə. 80-nin də 4/1-ini oxuyubsa, 20 səhifə oxuyub bu adam. 240-dan 20 arasındakı fərqi bizdən istəyir. Burada da aradakı fərq 220 səhifə olacaq. Doğru cavab D variantı. Növbəti sualımız 19-dan 155-ə qədər 3-ə bölünən ədədlərin cəmini tapın. 10-cu sual. Biz 19-dan 155 aralığındakı 3-ə bölünən ədədləri tapmalıyıq. İlk 3-ə, bir də son 3-ə bölünəni. 19-dan sonra 21 3-ə bölünür və 153 3-ə bölünür. Qayda olaraq böyükün üzərinə, böyükdən kiçiyi çıxıb 3-ə bölüb üzərinə 1 gələcək. Yəni 153-dən çıxacam 21-i, böləcəm 3-ə, üzərinə 1 gələcəm. Sayı tapacam, olacaq 45. Bu aralıqda 45 ədəd var. Və 45 ədəd tapandan sonra, sayı tapandan sonra 153, yəni böyük, üzərinə kiçik, böl 2, vur say. 153-ün üzərinə 21 gəlib 2-yə bölüb, vuracaq nəyə? 45-ə. Və bu da bizə verəcək 3915. 3915. Deməli, 19-dan 155-ə qədər 3-ə bölünən ədədlərin cəmini istəyirsə, bu qaydada tapacağıq. Növbəti bir sual. 0, 1, 6, 5, 8, 7 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlamayan neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar? Deməli, 3 rəqəmlidən söhbət gedirsə, 3-dən xanı çəkirəm. 0-la ədəd başlamır, yerdə qalır 2, 4, 5. İkinci halda təkrarlanmayan dediyinə görə 0 iştirak edir, amma hər hansı istənilən bir rəqəmi silirik. Yenə qalır 5. Növbəti cəhdimizdə 4 olacaq. Yəni 5 vur 5 vur 4. 100-dən ədəd düzəltmək mümkündür. Keçək növbəti suala. Hansı variantla bərabərdir? Yəni millimetri verib, hansı variantla bərabər olduğunu bizdən istəyir. Biz əslində bunu necə yazmalıyıq? Məsələn, bir dənə silirəm, santimetr olur. Birini silirəm, desimetr olur. Birini silirəm, metr olur. 3 dənəsini silsəm, kilometr olacaq. Yəni 17 kilometr. Sonra 17 kilometr. Aha. Demək, birini silmişdik. 17 kilometr məlumdur artıq. 17 kilometr. Bu 17-nin üstündən xətt çəkirəm. Birini silirik, santimetr, desimetr. Birini sildik, santimetr, desimetr. Yerdə qalır 894 metr. 894 metr. Bu da gedir belə. Millimetri sildik, santimetr. Birini də silirik, desimetr. Olur 5 desimetr. Və əgər ki 6 santimetr 3 millimetr veribsə, baxıram cavablarda yoxdur. Sonda verib 63 millimetr. Elə biz bunu 63 millimetr kimi də götürə bilərik.
Demək, cavabımız olacaq 17 kilometr, 894 metr, 5 desimetr, 63 millimetr. Cavab C variantı. Növbəti bir sual, 13 nömrəli sualdır. Deyir, durğun suda sürəti 24 km/saat olan kater, çayın axını ilə olan sürəti, axına qarşı olan sürətinə nisbəti 9/7-dir. Kater çayın axınına qarşı 4 saata neçə kilometr yol gedər? Biz kateri bilirik 24, çayı bilmirik, x-dir. Axın ilə deyirsə, 24 ilə x-i toplayacağım. Axına x nə deyirsə, 24-dən x-i çıxacağım və bu nisbət nəyə bərabərdir? 9/7 kimidir. Biz buradan çarpaz vurarıq. Yəni bu hissəni 9-a vuracağım, bu hissəni 7-yə vuracağım. Birbaşa vuracağım ki, yəni vaxt itirmədən 9-u 24-ə vursaq, olacaq 216 çıxılsın 9x bərabərdir 168 üzərinə 7x. Buradan da x-ləri bir tərəfə yıxsaq, 16x bərabərdir nəyə? 48-ə. X də bərabərdir 3-ə. X nəyə demişdik? Çaya. Çay 3, kater nədir? 24. Axına qarşı deyirsə, 24-dən 3-ü çıxıb, vuracam 4-ə. Bu da bizə verəcək neçə? 21-i 4-ə vursaq, 84 km. Doğru cavab C variantında qeyd olunub. Növbəti bir sual, 14 nömrəli sualdır. Deyir, düzbucaqlı paralelipedin tilləri 8, 9 və 3 santimetrdir. Həcmi bu düzbucaqlı paralelipedin həcminə bərabər olan kubun tili neçə santimetrdir? Biz düzbucaqlı paraleliped, yəni kuboid, V bərabərdir A vur B vur C. İndi baxaq, 8 vuraq 9 vuraq 3-ə. Hasil 216 edir. Deməli, kubun həcmi də 216-ya bərabərdirsə, kubun həcmi V bərabərdir A kub. Yəni A vur A bərabərdir 216. 216 da 6-nın kubudur. Til də olacaq neçə? 6. Doğru cavab B variantında qeyd olunub. Növbəti sual 15 nömrəli sualdır. Bu mix imtahanda istifadə olunan tipdir. Göstərilən mərtəbəyə qədər yuvarlaqlaşdırılan ədədlərdən hansı doğrudur? Gəlin baxaq. İlk olaraq 8-dən sonra 7 gəlir, artım verir. Bu doğrudur. 2-dən sonra 4 gəlir, artım vermir. Burada artım verib. Yanlışdır. 6-dan sonra 1 gəlir, artım vermir. 0 olacaq. Bu doğrudur. 7-dən sonra 9 gəlir. Bu olmalıydı 8. Bu amma tamamilə fərqli bir şey yazılıb. 5-də 4-dən sonra 6 gəlir, artım verəcək. 75 min olacaq. Doğrudur. Burada göstərilən mərtəbə 4-dən sonra 1 gəlir. Bunu artım verib 5 yazıblar. Bu yanlışdır. Deməli, doğru olan 1, 3, 5. Baxaq görək hansı variantda qeyd olunub. Doğru cavab E variantında qeyd olunub. Növbəti sualda bu ilkin miq imtahanlarda istifadə olunan sual tiplərinə oxşardır. 16-cı sual. Deyir ki, aşağıdakı çevrilərin doğru olanları seçin. %45 saat. Biz 60-ı 100-ə bölüb 45-ə vursaq 27 dəqiqə eləyəcək. Bu doğrudur. 3,5 kilogram 3500 qramdır, amma burada 35.000 qram verir. Bu yanlışdır. 120 saniyə 2 dəqiqə eləyir. 2,2 dəqiqə eləmir. Yanlışdır. 0,8 kilometr 80 metrə bərabərdir. Bu doğrudur. Sonra %5 litr, %5 litr. Əslində biz 1 litrimiz 1000 milliqramdır. 1000-i 100-ə bölüb 5-ə vursaq bu cavab verməyəcək. Yanlışdır bu da. Doğru olan 1 ilə 4-dür. Cavab E variantında qeyd olunub. Keçək növbəti bir suala. 17. Yağ bidonun 7-də 3 hissəsi boş olduqda 33 kilogram, tam dolu olduqda 61 kilogram olur. Bidonun boş ağırlığını tapın. Deməli, 7-də 4 hissəsi boşdursa,
7-də 3 hissəsi doludur. Yağ üzərinə bidon bərabərdir 33. Tam da olsa, yəni yağ üzərinə bidon bərabərdir 61. Tərəf-tərəfsizsə burada 7-dir. Bunun yerinə biz 7-də 7 yazmalıyıq. 7-də 7-dən 7-də 3 çıxanda 7-də 4 hissə qalır. Yağ bərabərdir. Bidonlar gedir. 61-dən 33 çıxsaq 28 qalacaq. Və 28-i 4-ə bölüb 7-yə vursaq yağın çəkisi 49 kiloqramdır. Tam 61 deyil, 61-dən 49-u çıxarıq. Bidonun çəkisi 12 kiloqram olacaq. Doğru cavab D variantında qeyd olunub. 18. Deməli, çənin tutumu 360 litrdir. Çənin 3-də 2 hissəsi su ilə doludur. Bu çənin 12-də 5 hissəsini dolu olması üçün neçə litr su boşaltmalıdır? Demək, 360 litr su tutur. Bu da 2025-in MİQ sual, 2024-ün MİQ sualın nəzdində yazılıb. 3-də 2 hissəsi doludur. 3-də 2-si 3-ə bölüb 2-yə vursaq 240 litr doludur. Deyir, bu çənin 12-də 5 hissəsinin dolu olması. Yəni 360-ın 12-də 5-i bizə lazımdır. Bu da bizə verəcək 12-yə bölsək 30, 5-ə vursaq 150. Nə qədər boşaltmalıyıq? Yəni 240-dan boşaltmalıyıq 150-yə çatana qədər 90 litr boşaldılmalıdır. 150 olsun. Doğru cavab B variantında. Növbəti bir sual. Deyir, düzbucağının perimetri 70 santimetrdir. Bir tərəf isə 8 santimetrdir. Deməli, 8 bura yazaq, bura x yazaq. Bu sahəsi bu düzbucağının sahəsinə bərabər olan kvadratın perimetrini tapın. Bunun perimetrinə baxaq. X plus 8 vur 2 bərabərdir 70. X plus 8 bərabərdir 35-ə. X də bərabərdir 35-dən çıxacaq nəyi? 8-i. 27. 28. Deməli, burada müəllimlər, üzrlü sayın bu 80 olmalıdır. Sahəyə görə düzgün gəlməyib, texniki səhv olub. Orada 80 olmalıdır. Deməli, düzbucağının perimetri 80 cm, bir tərəfi isə 8 cm-dir. Sahəsi bu düzbucağın sahəsinə bərabər olan kvadratın perimetrini tapın. Biz burada düzbucağının bir tərəfini 8 götürəcəyik, bir tərəf x. X plus 8 vurulsun 2 bərabərdir 80-ə. X plus 8 bərabərdir 40-a, x də bərabərdir 32-yə. Uzunluq oldu neçə? Uzunluq oldu, deməli, 32. İndi artıq hər şey məlumdur bizə. Düzbucağını çəkək. Bura olsun 8, bura olsun 32. Və bunun sahəsi nə qədər eləyəcək? 256. 256. Bunun sahəsi kvadratın sahəsinə bərabərdir. Kvadratın sahəsi də 256-dır. Və biz 256-dan kök çıxartmalıyıq. 256-dan da çıxır kök 16. Demək, kvadratın tərəfi 16-dır. Və perimetrini istəyirsə, kvadratın tərəfi 16-dırsa, 4A düsturundan istifadə eləyəcəyik. 4A-nı vuracaq nəyə? 16-ya. Bu da bizə verəcək 64. Doğru cavab olacaq D variantında. Burada texniki səhvimiz olmuşdu. Növbəti bir suala baxaq. Deməli, 7 üstü 234-ün sonu hansı rəqəmlə bitir? 7-nin üstü bizə nə verib? 234. Bu tiplərdə, məsələn, belə baxaq. 7-nin üstü 1, 7-dir. 7-nin üstü 2, 49-dur. 7-nin üstü 3, 343-dür. 7-nin üstü 4, 2401-dir. Və hər 4 perioddan bir təkrarlandığına görə bu, biz qüvvət üstün, yəni 234-ü böləcəyik 4-ə. 58 dəfə düşür.
Qalıq qalır 2. Əgər qalıq qalırsa, qüvvət üstünə yüksəldirsən. 7-nin üstü neçə ilə bitir sonu? 9-la. Yəni 7 7 49, sonu olacaq 9. Cavabımız E variantında. Suallarımız bu qədər. Sağ olun, salamat qalın.